Və yaxud Mirzə Qərənfildə biz çoxlu Mirzə Qərənfillər görmüşük. İstər Akademi Teatrda, istər Gəncə Teatrında, istər başqa teatrlarda. Ancaq Novruz Cəfərov Mirzə Qərənfilində çox qəribə bir yapışıqlıq var idi. Bu həm zavallı adam idi, həm biraz xıltlı adam idi, həm də biraz mərdimazarlığı var idi. Lakin aktyor bütün bu xüsusiyyətləri birləşdirib bir obrazın simasında verməyi bacarmışdı. Ona görə də biz Mirzə Qərənfilə həm nifrət elirdik, həm bəzən ona yazığımız gəlirdi, həm də bəzən onun zavallı görkəmə düşməsinə təəssüf elirdik. Ancaq bütöv şəkildə kamil, bitkin bir səhnə obrazını görürdük. Buraya görüm ağız. Özü dedi ki qonaqlarım var. Dedi. Dedi ki arvadlarda boşluq var. Aha dedi. Dedi gəlib bizdə qalırlar. Dedi də. Ağız bəs bu yerdə sən ürəyin getmədi. Getmədi. Naxaq! O yerdə yerə sən tirtap soraydın bak şıkayın. Amandı kardeş Berberzadə. Mühendisler bir hileyle otan elimizden almak istəyirlər. Adamdan ne çıxar Mirzə Qərənfil? Bədbəxt Mirzə Qərənfil. Sancılsın sənin yaxandan ha. Bəs ne üçün bədbəxt ha? Çünkü bütün işler körlandı. Körlandı? İndi mən gərək düşüm Mürşidlə Sadık arvadları ilə barışdırmağa ki, onlar oradan təşrif aparsınlar öz xarabalarına. Arabalarını. Ay kişi, burada mənim işim oldu, iki ismena. Az buna can davam eləyər. Mirzə Qərənfil, Mayrad noy. Sən fikir eləmə, yaxşı. Nə olub ki? Ağız, əzilmək vaxtı deyiləm.